Sosial Müdafiə Naziri Müavini İlqar adlı şəxsin nömrəsinə 012 596 50 03. Daha sonra digər müavinin nömrəsinə 012 596 50 01. Daha sonra Səlim Müslümovun öz nömrəsinə 012 596 50 33. Yəni beləliklə Əmək və Ali Sosial Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxslərinə sahiblər götürdüyüm nömrələr vasitəsilə zəng vururam. Şahid etmək istəyirəm. Çox təəssüflər olsun ki, yenə də eyni hal təkrar olunur, yenə də pozğun səslər telefondan gəlir və ara yerində mənim pensiyam, aldığım pensiyam bu konturlara xərclənir, gedir və onlar heç bir vətəndaşı it yerinə saymırlar. Sanki Əmək və Ali Sosial Müdafiə Nazirliyi pozğunxana, qastinçanı xatırladır. Bu dövlətə xəyanətdir, bu dövlətə cinayətdir. Belə çıxır ki, rayon icra hakimiyyətindən tutmuş, Əmək və Əhalinin Sosialına qədər çirkab içində pozğunluqlarla məşğul olurlar və dövlətə xəyanət edirlər. Prezidentin bundan xəbəri yoxdur. Amma mən deyərdim ki, prezidentin xəbəri vardır. Ola bilməz ki, prezidentin xəbəri olmasın. Belə götürdükdə nə Əhməd Muxtarov, nə Tülkü ləqəbli Sahib Aslanov, nə Səlim Müslümov, nə onun müavinləri heç bir zaman demokratik ola bilməz, heç bir zaman xalqa yana bilməz, vətəndaşa vətəndaş kimi, insan kimi rəftar edə bilməz. Vətəndaşı it yerinə qoymurlar. Bunlar sübutlardır. 25 ildir mən burada fəryad edirəm. Mən belə hesab edirəm ki, bizim Azərbaycan qaniçən diktatur rejimdə yaşayır və fəryad edir. Odur ki, mən məmurlara müraciət etmirəm. Mən Səlim Müslümova müraciət etmirəm. Mən cənab prezidentə müraciət etmirəm. Çünki bu vaxta qədər mən etdiyim müraciətlərin heç bir nəticəsi olmamışdır. Ona görə də mən dünyanın demokratik dövlətlərinə müraciət edirəm. İkinci qrup 20 yanvar 50 kimi, azadlıq uğruna can qoyan 50 kimi və eləcə də vətən sevən şair kimi müraciət edirəm Türkiyəyə, Türkiyənin demokratik dövlətinə, Türkiyə səfirinə və digər demokratik dövlətlərin səfirliklərinə müraciət edib sığınacaq istəyirəm və mən bu vətəndə yaşamaq istəmirəm. Mən qaniçən diktaturlu rejimdə və pozğun məmurların rəftarında mən yaşamaq istəmirəm. Bu cür şəraitdə yaşamaq qeyri-mümkündür. Mənim artıq 3 evladımın biri ölür. Bu şahidlərimə heç bir nəticəsi yoxdur. Qaynar xətt 142 qaynar xəttdə zəng vururam, 15-20 dəqiqədən sonra telefonu götürür, yenə ad boy verir. Beləliklə mənim 8 manat, 10 manat konturum gedir. Ara yerində mənim pullarım gedir. Odur ki, dünyanın demokratik dövlətlərinə, Türkiyə səfirliyinə müraciət edirəm. Xahiş edirəm ki, mənə köməkçilik eləsinlər, mənə sığınacaq versinlər və mən övladlarım naminə, övladlarımın, balalarımın gələcəyi naminə gedim, yaşayım. Onu da bildirmək istəyirəm ki, mən artıq bu 25 ildir buradakı işgəncələrdən dözə bilmirəm, bu işgəncələrə infaq keçirmişəm. Mənə qarşı terror, təxribat bundan sonra da güman edirəm ki, təşkil olunacaq və ola bilsin buradan pulamyot çıxarsınlar, buradan tank çıxarsınlar, şantaj eləsinlər. Amma yenə də mən sözümü deyirəm. Xahiş edirəm dünyanın demokratik dövlətlərindən, mənə, Türkiyə səfirliyindən mənə sığınacaq versin və mən övladlarım naminə buradan çıxıb gedim. Çünki 25 ildə bu qədər yüzlərlə, minlərlə şahid ərizəsi yazmışam və ümumiyyətlə götürəndə mənim pensiyamın, üst-üstə götürəndə pensiyam yazdığım poçtlara gedib, xərclənib. Telefona zəng eləməyə xərclənib, amma məmurlar yenə də düzəlmirlər. Bu məmurlar heç vaxtda düzəlməyəcəklər. Heç bir zaman demokratik ola bilməyəcəklər. Qaniçən
diktaturni olacaqlar və qanımı içməkdə davam edəcəklər. Odur ki, bir daha sizə xahiş edirəm ki, mən bu səsimi çatdırasınız demokratik dövlətlərə və ən əsası da Türkiyə səfirliyinə mənə köməkçilik göstərilsin. Çox xahiş edirəm, təşəkkürümü bildirirəm ki, mənim çıxışımı imkanınız olacaqsa efirə verəcəksiniz. Sağ olun.